Salam. Sizə hicamanın tarixi haqqında məlumat vermək istəyirəm. Hicamanın tarixi təxminən 4500 il bundan əvvələ qədər Misir dövrünə gedir çıxır. Misirdə hətta indiyə qədər piramidaların üstündə şəkillərində zəli şəkilləri, buynuzla hicama olunan şəkillər, üsulları vardır. Əsasən qədimdə hicamanı belə bankalardan istifadə olunmurdu. Buynuzdan istifadə olunurdu. Buynuzla hicama olunurdu. İndiki zamanda hətta bu dəqiqə bəzi Afrika ölkələrində də buynuzdan istifadə edirlər. Hicamanın ümumiyyətlə insan orqanizmə böyük bir faydaları var. Bədəndə olan toksinləri çıxarır, qan laxtalanması aradan qaldırır, qan dövranı sürətləndirir. Bu vasitə ilə bizdə qədimdən gəlib Peyğəmbərlər dövrünə, Peyğəmbərimiz s.ə.v-in vaxtına da gəlib çıxıb. Peyğəmbər s.ə.v də tövsiyə edib. Hədislər, bir neçə də hədis var Peyğəmbərimizdən ki, qan dövranı sürətləndirir, qana çox faydası var, insan orqanizmə böyük bir faydası var kimi. Ona görə də indiki zamanda nənələrimizdən bizə, Allah rəhmət eləsin, nənələrimiz onları hicama vasitəsilə eləyib gətirib, müasir devrə, müasir üsulda gətirib çıxarıb. Hicama vasitəsi ümumiyyətlə bədəndən toksinləri atıb, qan dövranı sürətləndirmə böyük bir faydası var. Kim bu kimi vasitələrdən istifadə eləmək istəyirsə, bizə Hicama Sağlıqlı Yaşam Mərkəzinə müraciət eləyə bilər.